Axşamınız xeyir dəyərli izləyicilərim. Bu videonu çəkməkdə məqsədim odur ki, mənim hər zaman bir insana dost deyirəmsə və içdən o insana yaxınamsa, o insanın haqqında bir insan hər hansı bir yerdə artıq əksik danışarsa, bir insanın əvəzinə cavab verə biləcəmsə, o insanı dost deyirəm. Onlardan biri də Zemfiradır. Və bugün Tolik'in YouTube verilişində belə bir söz olub. Ansambulumu Zemfiriyə mən ötürmüşəm sözü. Ola bilsin ötürmüşəm sözünü çox yanlış, başqa cür başa düşmüsünüz. Yəni burada mən bacı dediyim şəxsə, yəni o pis anlamda gəlmir. Mən onu heç vaxt o düşüncədə demərəm. Bəzi kommentlərə baxıram, ona görə mən bu videonu çəkdim ki, yəni bizim aramızda elə bir şey yoxdur. İllər öncə bəli, o ansamblı, o uşaqları, o ansambl deyəndə o ansambl 3 nəfərdən ibarət. Mənə o 3 nəfər lazım olub. Emin, Kamran, Alim. Və məsəl üçün digər uşaqlar, onlar da mənə yaxın dost olmasalar da yaxşı musiqiçilər olublar. Gözəl musiqiçilər olublar və Kamran onları rəva görübsə bizim ansamblda biz bir yerdə fəaliyyət göstərmişik. Amma sözümün canı odur ki, 3 nəfəri biz illər öncədən tanıyırıq bir-birimizi, 5 manatı böldüyümüz zamanlar olub. Və bir yerdə addımlamışıq. Ay olub ki 25 günlük toylarda olmuşuq. Türkiyə deməmişik. Rusiyanın bütün şəhərləri, rayonlarda, hər yerdə olub ki 10 günlərlə evimizə gələ bilməmişik. Çörək qazanmışıq. Və zaman gəlib ki, Kamran deyib ki, Şəbnəm xanım, Zemfira xanım bizə toy deyir. Demişəm, Zemfira öz bacımdır. Əlbəttə ki, oyuna da gedə bilərsiniz. Çörək verir. Pis bir şey eləmir. Yəni sözüm bunu demək istəmişəm. Bu söz də hardan qaynaqlandığını bilirsiniz. Mikail video çəkəndə orada ola bilər o Mikail bilmirdi, ona görə o sözü dedi ki, ay xanım, sən heç özün bilmirsən, o ansambl heç sənin deyil, Zemfirandır. Mən sadəcə o ansambl Zemfiranındır, kimindir, vizajist kimindir, nəyindir, heç kimin deyil. Sadəcə ortada bir əziyyət deyilən bir şey var. Mən əziyyətimi çatdırmaq istəmişəm. Tolik sual verib və çatdırmaq istəmişəm ki, mənim o uşaqların üzərində, bir-birimizin üzərində əziyyətimiz çox olub və tanınmaqdan gedirsə söhbət. Zemfira ilə də əziyyətləri olub, amma ilk öncə mənlə olub deyə mən ona açıqlama vermişəm. Başa düşdünüz nə demək istəyirəm? Var ortada. Mən bu dəqiqə o uşaqlar, dostlarımız, ansamblımız, bir çox sənət dostlarımızla, Ülviyə ilə də gedirlər, Xaytara xanımla da gediblər. Bu normaldır. Musiqiçi hər kəslə gedə bilər. Amma pis insan olsaydım, illər öncə deyərdim ki, yox, mən ancaq mənlə. O demək deyil ki, bəlkə 3 gün mənim toyum yoxdur. Zemfira ilə də gedərlər, Xatirə ilə də gedərlər. Amma mən orada sözümün canını başa düşürsünüz. Nə demək istəmişəm? Mənim əziyyətimi, çəkdiyim əziyyəti o uşaqlarla niyə itirirsiniz? Bunu demək istəmişəm. Burada Zemfira söhbəti, burada başqa söhbət, yəni başqa tərəfə gedə bilməz. Ötürmüşəm sözündə, pisə yozmayın. Ola bilər, mən onu o bərdə, amma Zemfira ilə bizim aramızda elə bir şey ola bilməz. Bunu çox adam bilir. Gecəniz xeyrə qalsın. Allah hamı ruzusunu versin. Mən həqiqətən də bir onu bilirəm ki, mən söz söhbəti, bu şeyləri heç vaxt sevməmişəm. Sadəcə olur da, yenə Tolik yaratdığını, o sualları, o şeyləri dedi. Bəlkə də bəzi şeylərə cavab verməmək lazımdır. Mən bunu zaman-zaman öyrənirəm və bilirəm ki, həqiqətən də cavab verməmək